Salam əziz şagirdlər. Sizinlə bu gündən etibarən mütəmadi olaraq buraxılış tipli sınaqlar işləyəcəyik. Həm 11-ci sinif buraxılış imtahanına uyğun, həm də ki 9-cu sinif. Əsas məqsədimiz buraxılış imtahanında yüksək nəticə əldə etməyinizdir və buna bacardığımız qədər kömək olacaq. İlk sınağımız 11-ci sinif buraxılış tiplidir. Başlayaq yazmağa. Birinci sualda deyir ki, boş olmayan alt çoxluqlarının sayı 31 olan çoxluğun elementlərinin sayını tapın. Biz bilirik ki, alt çoxluqların sayı hansı düsturundan tapılır? 2 üstü n-lə. Yəni, çoxluğun elementlərinin sayı qədər, 2-ni qüvvətə yüksəldərək onun alt çoxluqlarının sayını tapırıq. İndi deyir, boş olmayan alt çoxluqlarının sayı 31'dir. Boş çoxluq istənilən çoxluğunda alt çoxluğudur. 31'in üstünə 1 gələn, bu gəldiyim 1 hansıdır? Boş çoxluqdur. Deməli, həmin çoxluğun ümumi nə qədər alt çoxluğu var? 32 sayda. Deməli, 2 üstü n bərabərdir 32'yə. N də buradan neçə çıxacaq uşaqlar? 5. Deməli, çoxluğun elementlərinin sayı 5 imiş. 5 imiş ki, ümumi alt çoxluqlarının sayı 32. Bir dənə də boş çoxluğu çıxdıqda boş olmayan 31 dənə çoxluq qalır. Düzgün variant A variantı. Növbəti keçid edək ikinci suala. İkinci suala uyğun şəkil çəkək. Deməli, bizə verib burada ABC düzbucaqlı üçbucağını. B 90 dərəcə, düzbucaq təpəsi B-də yerləşir və düzbucaq təpəsindən B-də hündürlüyün çəkibdir. Bizə deyir ki, AD 16, DC isə 81 olarsa, AB bölək BC nisbətini tapın. Burada nədən istifadə eləyərik? Əziz şagirdlər, bax, AB-yə bir A deyirəm, BC-yə də B deyirəm. Belə bir xassə var idi. Uşaqlar, AD-yə bir M desəm, katetlərin proyeksiyaları ilə katetlər arasındakı münasibət. Yəni, katetin kvadratı bərabər idi. Proyeksiyası vurulsun hipotenuzu. Yəni, M plus N. Həmçinin B kvadratı da bərabər idi. N vurulsun. Yəni, B'nin proyeksiyasını vururduq hipotenuza. Yəni, M plus N. İndi buna əsasən, biz burada AB'nin kvadratı bərabərdir. 16 vurulsun, 16 üstə gələk, neçə? 81. BC'nin kvadratı isə bərabərdir. 81 vuraq, yenə də 16 üstə gələk 81. Belə bir taktik gediş edirəm. Yormadan özümü. Bunları tərəf-tərəfə bölsək. AB kvadratı bölək BC kvadratı. Bu bölmə zamanı diqqətlə fikir versək. 16 ilə 81-in cəmi neçə edir uşaqlar? 97-dir. Həmin 97-lər böləndə gedəcək də yerdə nə qalacaq? Deməli, AB'nin kvadratı bölək BC'nin kvadratı bərabərdir 81-də 16. İndi kök alsaq hər iki tərəfdən AB bölək BC'də 9-da 4 olacaq. Yəni, 4-ün neçəyə nisbəti qalır? 9-a. Yəni, düzgün cavab C variantı olar. Növbəti 3-cü suala baxaq. Deyir, hovuz bir nasosla 18 saata dolur.
Hovuzun 15 saata dolması üçün nasosun 1 saatda vurduğu suyu neçə faiz artırmaq lazımdır? Əslində uşaqlar, bu suallar buraxılışa düşə biləcək sualların daha deyərdim ki, üstün versiyasıdır. Yəni biz bunları yazaraq oradakı sualları daha rahat şəkildə yazmış olarıq. Ona görə də bu sualların gözəlliyinə çox fikir vermək lazımdır. Yəni çətinliyinə, hər bir şeyinə diqqətlə fikir verməliyik. Yəni çətin gələ bilər. Öhdəsindən gələ bilməyəcəyimiz də heç bir şey yoxdur. Ona görə diqqətlə fikir verək. Suala diqqətlə fikir verək. Hovuz bir nasosla 18 saata dolur. Hovuzun 15 saata dolması üçün nasosu 1 saatda vurduğu suyu neçə faiz artırmaq lazımdır? Uşaqlar, burada 18 saata dolursa, onda 1 saata hansı hissəsini doldurar? 18'də 1 hissəsini. Yəni 1 saata vurduğu su 18'də neçədir? 1. Bəs 15 saata doldurursa 1 saata vurduğu su hansı hissəsi olar? 15'də 1'i. Deməli mən 1 saata vurduğu hissə 18'də 1'i deyil, onu qaldırmalıyam 15'də neçəyə? 1'ə. Onda 15'də 1 18'də 1'in neçə faizi olar uşaqlar? Bunu hesablayarıq. Bu da nə deməkdir? 15'də 18 vurulsun 100. İxtisarımızı aparsaq 6. Burada isə 5. 5'lərdə 100 gedir. Qalır 120 faizi. Deməli 15 saata dolduran kranın, nasosun 1 saatte vurduğu su 18 saata dolduran nasosun 1 saatte vurduğu suyun 120 faizidir. Yəni 120 faizidirsə neçə faiz artırmaq lazımdır ki 120'dən də 100 çıxarıq 100'ün qalacaq neçə faiz? 20 faiz. Yəni düzgün cavab E variantı olar. Növbəti 4-cü suala baxaq. 3 çıxaq kök altda 29 deyir ədədin tam hissəsini tapın. Uşaqlar çox rahat bir misaldır bu tip. Nəyin kvadratı 29'a yaxındır? Mən şəxsən belə həll edirəm. 5'in. Yəni buradan da uşaqlar 5'dən artıq bir ədəd çıxır da 5 tam nəsə. Yəni 5 ilə 6'nın arasında yerləşən bir ədəddir. 5 tam nəsə. Bu da nə deməkdir? 3 çıxaq. Tutaq ki 5 tam məsəl üçün deyirəm də çıxır 5 tam onda 8. Məsələn dedim. 3'dən 5 tam onda 8 çıxanda necə çıxacaq? Böyükdən kiçik çıxıb böyün işarəsini yazacağıq da. Eləyəcək mənfi 2 tam onda 8. Burada kəsirsənin önəmi yoxdur. İndi bu mənfi ədəd olduğuna görə bunun tam hissəsi mənfi 2 deyil. Modulca bir vaid artıq götürəcəyik. Olacaq neçə? Mənfi 3. Deməli tam hissə neçəymiş? Mənfi 3 C variantı. Mənfi ədədlərdə tam hissə bir vaid artıq götürülür. Yəni mənfi tam hissəsi mənfi olan kəsir şəklində olan ədədlərdə. Növbəti baxaq 5-ci suala. X kvadratı üstə gələk 9y-in kvadratı bərabərdir 6x y. Deyir olarsa 5 x üstə gələk y 2 vuraq x çıxaq y-ə bölürük. Yəni bu nisbəti soruşur. Uşaqlar x ilə y arasında bir asılılıq yaratmaq lazımdır burada. Burada yuxarıda verilmiş şərt var. X-in kvadratı üstə gələk 9y-in kvadratı bərabərdir 6xy. Bax, həmin şərtdən istifadə eləmək lazımdır düzgün şəkildə. Burada x-in kvadratı çıx 6xy üstə gələk 9y-in kvadratı bərabərdir 0 şəklində bərabərliyimi təmin eləyərəm. Bu zaman baxıram ki, bax, misala baxan kimi burada müxtəsər vurma düsturu var. Amma 6xy sola keçirsəm müxtəsər yaranardı.
Bu zaman hansı müxtəsər vurma düsturu yaranar? 2 çıxaq 3y-in mötərizə kvadratı. Yəni fərqin kvadratı. Hava kvadrat 0 olar. Verilmiş 2 çıxaq 3y 0 olduqda x də bərabərdir neçəyə? 3y-ə. Bunu soruşduğu ifadədə nəzərə alsam 5 vuraq x-in yerinə 3y yazıram. 3y üstə gələ y bölünsün 2 vuraq 3y çıxaq y. 5 vuraq 4y aşağıda da 2 vuraq 2y. Bu zaman 4y ile aşağıdaki 4y gedər. Yerdə qalar 5. Yəni düzgün cavab E variantı olar. Növbəti 6-cı suala baxaq. 6-cı sualda ilk öncə şəkil çəkək və şəkil üzərində verilənləri qeyd edək. Şəkil çəkməyə cəhd edək. Deməli, B, A üçbucağın təpə nöqtələridir. E, D çevrənin daxildən toxunduğu nöqtələrdir. Burada indi verilən şərti oxuyaq. Şəkildə ABC düzbucaqlı üçbucağında A bucağı 90, BD 6, DC 9 olarsa, bu üçbucağın daxilinə çəkilmiş çevrənin uzunluğunu tapın. Uşaqlar, qəşəng rahat sualdır. Toxunanın xassəsinə nəzərən eyni nöqtədən çəkilən toxunanlar toxunma nöqtəsinə qədər məsafələr nədir? Bərabər. Yəni bura 6-dırsa burada 6-dır. 9-sa CF-də 9-dur. Növbəti mərhələ nəyə diqqət eləməliyik? İndi çevrənin məndən uzunluğunu soruşur, onun radiusunu tapmalıyam və bu toxunma nöqtələrinə F və Y nöqtələrinə radius çəkirəm. Radius bilir ki, toxunana perpendikulyardır. Burada kvadrat yaranır, yəni yerdə qalan hissələrdə R olur. İndi buna əsasən Pifagor teoremin tətbiq eləsək, 6 plus R-in kvadratı üstə gələk 9 plus R-in kvadratı katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Bərabərdir 15-in kvadratına. Hesablayaq. 36 plus 12R üstə gələk R-in kvadratı. Üstə gələk 81 üstə gələk 18R üstə gələk R-in kvadratı bərabərdir 225'e. Burada 2R'in kvadratı üstə gələk 30R. Uşaqlar, 36 ilə 81'i toplayarıq, 225'i də çıxarıq. Çünki kvadrat tənliyi alınır. Kvadrat tənliyində bir tərəfi 0 olmalıdır. Eləyir -108 bərabərdir 0. Hər tərəfi 2'yə bölək. R'in kvadratı üstə gələk 15R çıx 54 bərabərdir 0. Buradan da kökləri hasili -54 cəmi isə -15 viyeti əsasən. Bu da -18 və 3. Hasili -54 edir, cəmi isə -15. İkinci əmsal nəyisi? -18'i götürmürük, 3'ü götürürük. Deməli, elə buradan radius 3 çıxır, çevrənin uzunluğunu soruşur. L bərabərdir 2 pi düsturuna əsasən cavab eləyəcək 2 vuraq pi, vuraq 3, eləyir 6 pi. Yəni düzgün variant A variantı. Növbəti 7-ci suala baxaq. Sistem tənlikdə dx plus y cəmini tapın.
6x üstəgələk 4y bərabərdir 5-ə. 5x üstəgələk 3y bərabərdir 2-yə. X plus y cəmin isə bizdən soruşur. Uşaqlar, sistem tənlik, yəni buraxış imtahanının ayrılmaz bir canı da deyərdim. Uşaqlar, bunu müxtəlif yollarla yazmaq olar. Biz adətən vərdiş eləmişik ki, əmsalları ya y-in, ya x-in eyniləşdiririk, tərəf-tərəfə toplayırıq, ya çıxırıq. Bəzən elə sistem olur ki, soruşduğuna diqqət edin. Sistemə yanaşmaq tərzi lazımdır. Sistemin həllinə qaçmayın. Görün sizdən sistemdə nəyə soruşur? X-i soruşur, y-i soruşur. Baxıram ki, x plus y soruşur. Yəni sistemi həll eləməklə iş bitmir ki. Məsələn, bax burada sistemin tərəf-tərəfə çıxıram, sağı sağla, solu soluna. Birbaşa x plus y qalmır. 6x-dən 5x-in çıxanda nə qalacaq? X. 4y-dən 3y-in çıxanda y. 5-dən də 2-in çıxanda 3. X plus y cəmi birbaşa neçə çıxdı? 3. Düzgün cavab Y variantı. Nəyimə lazımdır? X-i eyniləşdirim, ya y-i eyniləşdirim, vaxt itirim. Yanaşma lazımdır. Ən rahat yanaşmada soruşduğuna baxmaqdır. Əlbəttə ki, həmişə birbaşa belə alınmır. Alınmayanda məcbur şəkildə ayrı-ayrı tapırıq. Bu heç. Növbəti uşaqlar, keçək 8-ci suala. 8-ci sualda x bərabərdir mənfi kök altda 3 deyir olarsa, x üstü 4 üstəgələk x-in kubu üstəgələk x-in kvadratı üstəgələk x üstəgələk 1 bölünsün x üstü 1 bölü x üstü 4 1 bölü x-in kubu 1 bölü x-in kvadratı üstəgələk 1 bölü x üstəgələk 1. Uşaqlar, bu misalı həll etmək üçün əlbəttə ki, birbaşa yerinə qoymaq yox, sadələşdirmək lazımdır. Bax, sürət olduğu kimi qalsın. Sürətlə heç bir şeyim yoxdur. Aşağıdakı ifadənin, uşaqlar, əkobunu tapsaq, elə onların ortaq məxrəci x üstü neçə olar? 4. Birincinin sürəti olduğu kimi qalır. İkincinin sürətin x-ə vurmalıyam. Digərininkin neçəyə vurmalıyıq uşaqlar? X-in kvadratına. Sonra x-in kubuna, bu birin də yerinə elə x üstü 4-də x üstü 4 yazaram ki, eyniləşsin də. Bu zaman 1 üstəgələk x üstəgələk x-in kvadratı üstəgələk x-in kubu üstəgələk birin də yerinə x üstü 4-də x üstü 4 yazanda elə x üstü 4 gələr. İndi diqqətlə fikir versək, bu sürətdəki ifadə ilə x üstü 4 üstəgələk x-in kubu üstəgələk x-in kvadratı üstəgələk 1-i, bu buradadır da x üstü 4 x-in kubu üstəgələk x-in kvadratı üstəgələk x üstəgələk 1. Bunu aşağıdakı kəsirə böldükdə kəsirin birinci olduğu kimi qalır. İkinci kəsirin sürət və məxrəcinin yeri dəyişir. Yəni x üstü 4 vurulsun x üstü 4 bölək 1 üstəgələk x üstəgələk x-in kvadratı üstəgələk x-in kubu üstəgələk x üstü 4. Bu zaman ixtisar gedir. Yerdə qalır x üstü 4. Sadələşdirdikdən sonra x-in yerinə yazacağıq ki, mənfi kök altda 3 üstü 4. Bu zaman son nəticə olaraq cavabımız olacaq 9. Bu qədər sadə. D variantı. Növbəti 9-cu suala fikir verək. 9-cu sualda uşaqlar 2x vurulsun kök altında mənfi 3 bölək x. Nə gözəl bir sualdır. Deyir, ifadəsinə vuruğu kök işarəsi altına salın. Uşaqlar, mən nəzərə almalıyam ki, x mənfədətdir yoxsa müsbət ədəd. Əgər x mənfədətdirsə, məsələn, mənfi 5 kök altda 3. Bunun kök işarəsi daxilinə
artdıqda mənfi qarşıda qalır. 5'i kvadrata yüksəldib salırıq kökün altına. Bu mənfini harda saxlayırıq? Qarşıda. İndi mən çöldəki x'in mənfi ya müsbət olduğunu bilmirəm. Bunu nəyə əsasən deyəcəm? Mənfidir ya müsbətdir? Kök altındakı ifadə müsbət olmalıdır. Ona görə mənfi 3 bölü x'i sıfırdan böyük bərabər götürməliyəm. Bu zamanda ifadənin sıfırdan böyük olması üçün mənfi 3 bölü x daxı. X də gərək sıfırdan kiçik olsun ki, mənfi mənfiyə böləndə müsbət olsun. Ona görə x'in qiyməti mənfi olmalıdır. X'in qiyməti mənfi imiş ki, kökün altının mənası var da. Bu zaman x'in mənfi olduğunu təyin etdikdən sonra misalımızı rahat şəkildə həll edə bilərik. Qarşıda mənfini saxlayaraq 2x'i qüvvətə yüksəldir, salacağıq kök daxilinə. Vuraq. Mənfi 3 bölək x olacaq. Bu zaman mənfi kök altında 4x'in kvadratı vur mənfi 3 bölək x. X ilə kvadrat getdi biri. Mənfi kök altda mənfi 12x. Bu şəkildə kök altına daxil etmiş olaraq. Düzgün cavab A variantı olacaq. 10-cu suala baxaq. Katetləri 5 və 12 olan düzbucaqlı üçbucağın böyük kateti ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Bax, uşaqlar. Düzbucaqlı üçbucağı çəkirəm. 12, 5 deyirəm katetlərinə. Deyir, bu katetin böyük katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Biz bilməliyik ki, bax bunun böyük katet ətrafında fırlanmasından alınan fiqur uşaqlar bizə verəcək konusu. Bizə nəyə verəcək? Konusu. Bu zaman konusun cızdığı çevrənin radiusu 5 olacaq. Doğranı isə həmin hipotenuz olacaq. 12 Pifagor teoreminə əsasən həmin bu doğranı ellə işarə edirik. Elin kvadratı bərabərdir 5'in kvadratı üstə gələk 12'in kvadratı. Doğran eləyəcək 13. Doğranın da 13 olduğunu təyin elədik. İndi məndən yan səthinin sahəsini soruşur. Konusunda yan səthinin sahəsi hansı düsturla tapılır uşaqlar? Pi r l ilə. Buna əsasən də pi vuraq 5 vuraq 13. Bu da eləyəcək 65 pi. Deməli yan səthinin sahəsi B variantı 65 pi. Sonra əziz şagirdlər 11-ci suala baxaq. Kosinüs alfa bərabərdir 0,8. Kosinüs beta bərabərdir 0,6. Və alfa və beta bucaqlarının birinci rübün bucaqları olduğunu bilərək kosinüs alfa plus beta'nı soruşur. Uşaqlar, hər il fərqli tipli suallar düşür. Sadə və maraqlı. Yəni fərqli, qarşımıza ilk dəfə çıxacaq bir suallardır da. Bu suallardan da məsələn bax sadə sualdır. Bax belə bir tip sual çıxa bilər. Sən sadəcə olaraq burada düsturu bilməsən. Kosinüs alfa plus beta'nın açılışın. Kosinüs alfa plus beta'nın açılışı kosinüs alfa vuraq kosinüs beta çıxaq sinus alfa vuraq sinus beta'dır. Bax bunu hesablayaraq biz kosinüs alfa plus beta'nı tapa bilərik. Kosinüs alfanın 0,8 olduğunu biliriksə. Belə bir düsturumuz vardı. Uşaqlar diqqətlə baxın. Sinüs kvadratı alfa üstə gələk kosinüs kvadratı alfa eyni bucağın kosinüsü ilə sinüsün kvadratları cəmi həmişə neçəyə bərabərdir? 1'ə. Bu düstura əsasən
nəzərə alsaq, özə deyir ki, alfa ilə beta da birinci rübün bucağıdır. Birinci rübün bucağıdırsa, birinci rübdə kosinusda, sinusda müsbətdir. Deməli, sinus alfa burada çıxacaq 0,6. Sinus beta da kosinus beta'nın yerine aparır 0,6 yazanda 0,6'nın kvadratı 0,36 eləyir. Birdən də 0,36'sını çıxanda 0,64. Birinci rübün bucağı daxı sinusda müsbətdir. Sinus alfa da bərabərdir 0,8'e. Bunların hamısını deyib, bu düsturda nəzərə alaraq sinusu alfanı da tapdım. Sinus beta'nı da. İndi gətirib yerindən nəzərə alsaq 0,8 vuraq 0,6 çıxılsın 0,6 vuraq 0,8 0 eləyəcək. Yəni düzgün cavab C variantı. 12-ci suala baxaq. Düz xətt üzərində olan en sayda nöqtənin əmələ gətirdiyi parçaların sayı 36 olarsa, bu nöqtələrin əmələ gətirdiyi şüaların sayını tapın. Düz xətt üzərində olan en sayda nöqtənin əmələ gətirdiyi parçaların sayı n vuraq, n çıxaq 1 bölək nə ilə tapılır uşaqlar? 2 düsturu ilə. Bərabərdir 36'ya. İndi bu da n vuraq, n çıxılsın 1 bərabərdir çarpaz şəkildə vursaq 72'ye. Buradan da n'in 9 olduğunu görürük. Yəni hesablayaraq da tapa bilərik. Birbaşa da baxan kimi görsənir. Deməli neçədən nöqtəymiş 9. Şuaların da sayı 2n'dən tapılır. 2 vuraq 9 eləyəcək 18. Yəni düzgün cavab D variantı olar. Növbəti 13-cü suala baxaq. 2x'in kvadratı üstə gələk 5 vuraq k çıxaq 3 x üstə gələk 2 modulda k çıxılsın 6 bərabərdir 0. Deyir tənliyin hər iki kökü 0 olar. Tənliyin hər iki kökü 0 olmaq üçün tənliyimdə ax kvadrat üstə gələk bx üstə gələk c şəklində verilmiş tənlikdə b-də 0 olmalıdır. Həmçinin c-də 0 olmalıdır. Yəni ikinci əmsalla sərbəst hədəd hər ikisi 0 olmalıdır. Buna əsasən k çıxaq 5 vuraq k çıxaq 3-də bərabərdir 0-a. K çıxaq 3 bərabərdir 0. K bərabərdir 3-ə. Həmçinin 2 modulda k sərbəst həddim x-siz olan hansıdır? 2 modulda k çıxaq 6 bərabərdir 0-a. Buradan modulda k bərabərdir 3'ə. K 3 və -3 olur. Hər ikisini ödəyən kök k-nın hansı qiyməti olacaq? 3 qiyməti. Düzgün cavab B variantı. Növbəti 14-cü suala baxaq. 14-cü sualda x çıxaq 2 vur x plus 1 kiçik bərabərdir 0-dan. Deyir bərabərsizliyin tam həllərinin cəmini tapın. Uşaqlar, burada ən rahat yolu tənlik kökləri 2 və -1'i ya da 9 üzərində qeyd edirik və hər iki kökü aldığı üçün içərisini doldururuq. Cüt sayda da köklərin sayı soldan sağa doğru müsbət, mənfi, müsbət kimi düzürük. Harda mənfi aralığa düşür? -1, 2 parçasında. Deyir bərabərsizliyin tam əllərinin cəmini tapın. -1 üstə gələk 0, üstə gələk 1, üstə gələk 2. Qalacaq yerdə cavab 2. Növbəti 15-ci suala baxaq. Həndəsi silsilədə B1 96, Q2-də 1 olarsa B7-ni tapın. Həndəsi silsilənin düsturunu bilməliyik. N'in cəddin düsturu B-in bərabərdir. B1 vuraq Q üstü N-1. Sadəcə olaraq düsturun tətbiqidir. B7 nəyə bərabər olacaq? B1 vuraq Q üstü 7 çıxaq 1. Yəni 96 vurulsun
2'də 1 üstü 6. 96 vurulsun 64'də 1. O da 96 32'ye 3. 64 32'ye 2'si. 2'də 3. O da eləyir 1,5. B7 çıxdı 1,5. Uşaqlar 16-cı suala baxaq. A plus B bərabərdir 18'e. C bərabərdir 7'ye. Deyir A kvadratı üstə gələk B kvadratı üstə gələk C kvadratı üstə gələk 2AB ifadəsinin qiymətini tapın. Bu tiplər düşür. Yəni bizi bu tipləri işləyərək vərdiş halına çevirə bilərik də. Yəni A plus B-ni veribsə mən burada A plus B-ni necə ala bilərəm? A kvadratı B kvadratı 2AB. Bunların qruplaşdırsaq bu müxtəsər vurma düsturunun açılışıdır. Yəni A plus B-nin nə idi? Kvadratı. Üstə gələk bir də C-nin kvadratı olduğu kimi A plus B-nin yerinə 18 yazırıq. 18'in kvadratı. Üstə gələk C-nin də yerinə 7. Yəni 7'nin kvadratı. 324 üstə gələk 49. Bu da cavab eləyəcək 373. Yəni düzgün cavab 373. 17-ci suala baxaq. 17-ci sualda deyir düzgün üçbucaqlı piramidanın hündürlüyü 3 apofemi 6 santimetrdir. Piramidanın yan səthinin sahəsini tapın. Düzgün üçbucaqlı piramida çəkək. Uşaqlar düzgün desə də çaşıb oturacağı körbucaqlı çəkməliyik. Aha. İndi deyir ki hündürlüyü 3. Hündürlüyü 3'dür. Apofemi ise 6'dır. Apofem bir dəqiqə bunu fərqli rəngdə rəngləyim. Rəngin dəyişək ki seçilsin. Bax bu hündürlükdür. Apofem isə yan üzlərdəki üçbucağın əmələ gətirdiyi hündürlükdür. Uşaqlar, bax bu hündürlük var ha, bu piramidanın hündürlüyü. Bax bu medianların kəsmə nöqtəsinə düşür. Özdə düzgün üçbucaq dediyi üçün, düzgün dediyi üçün. Bax. Bu hündürlük hara düşəcək? Medianların kəsmə nöqtəsinə. İndi bu apofemi 6 verib. Sonra hündürlüyü də 3 verib. Burada deməli burada yaranan düzbucaqlı üçbucaq var ha. Onda bax bura 60 dərəcə düşür. Aşağıda burada 30 dərəcə düşür. Bax bu əmələ gələn bucaq. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. 60 dərəcə bucaq qarşısında duran katet isə digər katetin kök altda neçə mislidir? 3 misli. Onda bax bura, bax bu hissə. Bax bu rənglədiyimiz medianların kəsmə nöqtəsindən oturacağı qədər olan məsafə. Burada 3 kök altda 3 olur. Medianlar da təpə nöqtəsindən başlayaraq hansı nisbətdə bölünür? 2-1. Onda təpə nöqtəsinə qədər məsafədə 6 kök altda 3. Onda median bərabərdir bütövlükdə 9 kök altda 3. Biz də bilirik ki, bu düzgün dediyi üçün bu həm hündürlükdür, həm mediandır, həm də tənböləndir. Buna əsasən indi biz bunu
tərəflərin A işarələsək, kök A, biz bilirik ki, bərabər tərəfli üçbucağın hündürlüyü də, medianı da nətər tapılır? A kök altda 3 bölək 2 düsturuna əsasən. İndi hazır veribdir də 9 kök altda 3. İndi hər tərəfdən kök altda 3'lər gedir. A da bərabərdir 18'ə. Deməli, piramidanın tərəfləri neçəymiş? 18. 18'dirsə, indi məndən də yan səthinin sahəsini soruşur. Yan səthinin sahəsində necə taparıq? Apofem, S yan səthinin sahəsi, yan üzün, hündürlüyü apofem olan, yəni üçbucağın yan üzdəki üçbucağın hündürlüyü piramidanın apofemi adlanır da. Apofemlə elə bir ki, oturacağı əmələ gətirdiyi sahədən çıxardacaq da yan səthin sahəsini. Yəni 2'də 1, üçbucağın sahəsi nətər tapılır? 2'də 1. Tərəf neçədir? 18. Hündürlük neçədir? Yəni apofemi 6. Vuracam, üçbucağın neçə dənə yan üzü var? 3 dənə. Vuracam 3'ə. Buna əsasən də hesablayacağıq. Eləyəcək 162. Qəşəng sual idi. 18. Sinifdə olan şagirdlərin 17 nəfəri kimya dərnəyinə, 10 nəfər isə biologiya dərnəyinə, 3 nəfər isə hər iki dərnəyə yazıldı. Sinifdə neçə şagird var? Şuralar adi çoxluq məsələsidir. 2 dənə çoxluq çəkək. Sinifdə olan şagirdlərin 17 nəfəri kimya dərnəyinə, 10 nəfəri biologiya dərnəyinə yazılıb. Deyir 3 nəfər isə hər iki dərnəyə yazılıb. Tutaq ki, çoxluğun düsturu yadımdan çıxıb. Məntiqlə həmişə demişəm ki, bu eləyir Venn diaqramını çək çıxacaq. Ya bu şəkildə də yazsanız, yəni sənə bal verəcək də, mümkün deyil. 3 nəfər kəşməsinə yazmadın. Onda kimiyaya qalan neçə nəfər qalır? Təhsil kimiyaya gedən 14. Biologiya yalnız gedən neçə nəfər qalır? 7. Onda ikisi bir yerdə sinifdə, yəni kimya ilə biologiyanın birləşməsi 14 üstə gələk 3 üstə gələk 7. Bu da eləyəcək neçə uşaqlar? 24. Düzgün cavab olacaq 24. Yəni bu şəkildə biz tapa bilərik. Və yaxud da belə bir düstur var. Onsuz da bu sinifdəki şagirdlər dərnəklərə gedir də. Yəni kimya ilə biologiyanın birləşməsi, kimya ilə biologiyanın nəyi uşaqlar? Birləşməsi. Bizə nəyə verəcək? Sinifdəki şagirdlərin sayını. Yəni biz düstura əsasən də yaza bilərik ki, kimya gedənlərin sayı ilə biologiya gedənlərin sayını toplasaq, ortaq elementlər təkrarlandığı üçün düstura əsasən onların kəsişməsinin nağara çıxırıq. Yəni bax bu düsturlandır. Bunu da yenə də bax 17 üstə gələk 10 çıxaq kəsişməsi 3. Yenə də cavab eləyəcək 24. Yəni düsturla da yaza bilərik. 19-cu sual. 19-cu sualda x plus y çıxaq 10i bərabərdir 3 üstə gələk x y vur i bərabərliyindən deyir x plus y cəmini tapın. Uşaqlar, sizə həm də qaydanı təkrar atmaq üçün deyirəm. Z bərabərdir a1 plus b1 i, z2 bərabərdir a2 plus b2 i. Buna əsasən ha vaxt bu kompleks ədədlər bərabər olar. Təbii ki, bunların həqiqi hissəsi həqiqi hissəsinə, xəyali hissəsi də xəyali hissəsinə bərabər olduqda. Buna əsasən, indi bunun həqiqi hissəsi birinci kompleks ədədin x plus y-dir. X plus y neçəyə bərabər olmalıdır? 3'ə. Elə məndən də x plus y soruşmurdu. Cavab neçə olacaq? 3. Bir qədər də mən bunu çətinləşdirirəm. Tutaq ki, məndən x plus y yox, x-in kvadratı üstə gələ y-in kvadratını soruşsaydı. Bu zamanda bax biz birlikdə x plus y elə 3'ə bərabərdir. Xəyali hissəsi də xəyali hissəsinə, yəni mənfi 10-da bərabərdir x y-ə. İndi buna əsasən də bax biz müxtəsərdə açılış verə bilərdik, əlavə verir amma x plus y-in kvadratı çıxar 2x y kimi yaza bilərdik. İndi buna əsasən də olar da 3'ün kvadratı
Çıxaq 2 vuraq, xasində yerinə -10 yazardıq. O da 9 üstə gələk 20 cavab eləyərdi 29. Yəni əlavə bu cürdə yazmaq olardı. Növbəti 20-ci suala baxaq. 20-ci sualda AB 2 rəqəmli ədədi bərabərdir BA 2 rəqəmli ədədi üstə gələk 54. Deyir şərtini ödəyən neçə AB ədədi var? Çox sadə bir sualda açılış verərik. 10A üstə gələk B bərabərdir 10B üstə gələk A. Bərabər üstə gələk 54. Burada A və B-ni bir tərəfə keçirsək, yerdə qalar 9A, çıxaq 9B bərabərdir 54. A, B fərqi də hər tərəfi 9-a bölsək, olacaq 6. İndi fərqi 6 eləmək üçün A-ya ən böyük 7 yazaram. Yəni 7 rəqəmi yazmaq olar. B-yə də bir dersən ki, A-ya 6 yazaq da. A-ya 6 yazsam B-yə 0 yazmaq məcburiyyətində qalaram. 0-la da B ədədi yazıla bilməz də. 0-la ədəd başlamaz. 8 yazsam 2 olar. 9 yazsam 3 olar. Yəni mümkün hallar neçədə nədir? 3 dənə. 71, 82, 93 bu şəkildə. Cavab olacaq 3. Növbəti 21-ci sual. 21-ci sualda isə uşaqlar deyir ki, loqaritma 2də 1 əsasdan 12 çıxılsın 8x bərabərdir -2-yə. Deyir tənliyini həll edin. Bax, uşaqlar, 2də 1-in üstü neçə 12 çıxaq 8x-ə bərabərdir. Yəni biz bilirik ki, yadınıza salmaq üçün deyirəm bunu. Loqaritma 5 əsasdan 125-dəndir. Yəni 5-in üstü 3 125-ə bərabərdir. Yəni 125 bərabərdir 5 üstü 3-ə. Bax buna əsasən tənliyimizi həll edirik. Yəni 12 çıxaq 8x bərabərdir 2də 1-in üstü -2-yə. Bu da 12 çıxaq 8x 2-də mənfi qüvvət olduğuna görə 2də 1 üstü -2 nə deməkdir? 1 bölək 2də 1 üstü 2 o da eləyəcək 4. Buradan 8x bərabərdir 8-ə x də olacaq 1. Uşaqlar bu cür ətraflı izah eləməyimin səbəbi bu qrupda yəni hər birlikdə yəni müəyyən güclərə sahib uşaqları var da hamı tərəfindən başa düşülən olsun. Yəni sırf sınaq xətrinə yazmırıq. Yəni əsas məqsədimiz yəni öyrətməkdir. Qaçaraq yazandan nə olacaq ki? Yəni əsas öyrənək. Funksiyanın deyir ən kiçik qiymətini tapın. Uşaqlar, yadımıza salaq ki, y bərabərdir a üstü x funksiyası. A əgər 0-dan böyükdürsə, bunun qiymətləri oblasti mənfi sonsuz 0-dan müsbət sonsuzluğa olacaq. 0-dan hara müsbət sonsuzluğa. Hələ bir şeydə nəzərə al ki, A 1-dən böyükdürsə, bu funksiya nə cür funksiyadır? Artan funksiyadır. Yəni qüvvət artdıqca qiymət də artacaq. Məsələn, 4-ün kvadratı eləyir 16, 4-ün kubu eləyir 64. Deməli, qüvvət artdıqca qiymət də artacaq. Deməli, bu 4 üstü kök altda 1 çıxaq x-in ən kiçik qiymət almağı üçün gərək bunun qüvvəti ən kiçik qiymət alsın. O da kök altında çıxan ədəd həmişə nə cür ədəddir? Müsbət ədəd. Kök altında ən kiçik qiymət onda nə olar? 0. 4 üstü 0 cavab eləyəcək 1. Yəni verilmiş ifadənin ən kiçik qiyməti olacaq neçə? 1. Yəni funksiyanın ən kiçik qiyməti 1 olar. Növbəti 23-cü suala baxaq. 23-cü sualda verilmiş şəkil ilk öncə dedik ki, şəkil varsa çəkmək lazımdır. Çünki həndəsədə baxaraq nəyəsə yazmaq olmur. Həndəsəni işləmək üçün, həndəsə misalların verilmiş şəkili qeyd edib şərtləri üzərində tətbiq eləmək lazımdır. Deyir,
SABC üçbucağının sahəsi, ABC üçbucağının sahəsi 54'dür. Deyir SAYFC-nin sahəsini tapın. AC deyir ki, AC 3 dənə YF bərabərdir. Uşaqlar, YF 1x deyirəm. Onda AC neçə olur? 3x. Uşaqlar, sonra bizə deyir ki, YF ilə AC paraleldir. Paralel olduğuna görə üçbucaq Y, B, F oxşardır üçbucaq A, B, S'ye. Bu iki dənə üçbucaq nədir? Üçbucaq olur, oxşar. Yəni S, Y, B, F bizdə bildik ki, uşaqlar, daha doğrusu Y, B, S deməkdənsə belə deyək də, oxşardırsa A1 bölək A2, B1 bölək B2 və s. hamısı nəyə bərabərdir? Oxşarlıq əmsalına da. Sahələrin nisbəti isə S1 bölək S2. Oxşarlıq əmsalının kvadratına bərabərdir. Buna diqqət eləmək lazımdır. İndi bu üçbucaqlar oxşar olduğuna görə uyğun, bax, YF ilə AC paraleldir. Digər tərəflərdə üst-üstə düşür də. Paralel isə uyğun bucaqları eynidir. Təpə bucağı da hamısı üçün eyni olur. Yəni bu iki dənə üçbucaq oxşardır. Onda uyğun tərəflərin nisbəti, yəni YF-nin AC-yə nisbəti X-in 3X-ə nisbəti olur. O da eləyir 3/1. Yəni oxşarlıq əmsalı neçəyə bərabərdir? 3/1. İndi buna əsasən də sahələrin nisbətdə biz bilirik ki, nəyə bərabərdir? K kvadratına. Balaca üçbucağın sahəsini bilmirəm. S bölək böyük üçbucağın sahəsində vermişdi neçə? 54. S bölək 54 bərabərdir 3/1'in kvadratına. Yəni S bölək 54 bərabərdir 9/1'ə. Buradan da S'in də 6 olduğu çıxır. İndi bizə iştirakləmiş hissənin sahəsini soruşur. Balaca üçbucağın sahəsinin 6 olduğunu bildik. İndi iştirakləmiş hissənin də sahəsi, yəni AYFC, AYFC böyüyün sahəsindən 54'dən çıxacaq. 6'sın qalacaq 48. Deməli, dördbucaqlının sahəsi olacaq 48. Növbəti 24-cü suala baxaq. Deyir ki, şəkildəki ABCD trapesiyasında ilk öncə yenə də şəklimizi çəkək bu trapesiyanı. A, B, C, D. M'in orta xətt BC 6, MK bölək KN, MK bölək KN bərabərdir 3 bölək 7'ye. Deyir AD'ni tapın. Bu orta xəttdir. Uşaqlar, orta xəttdirsə, bax burada ABC üçbucağı var. MK onun da orta xətti olur. Yəni bax bu üçbucağa əsasən bax işləsək, bir qədər rəhliyim. Qaydaya əsasən də deyə bilərik. Bax bu üçbucağa görə bura 6'dırsa, bura neçə olacaq? 3. İndi biz də bildik ki, MK-nın K-nə nisbəti 3'ün 7'yə nisbəti deyil. İndi bura 3'dürsə 3'ün 7'yə nisbəti ödənsin deyə, onda K-n də neçə olacaq? 7. K-n də neçə çıxdı? 7. Aşağıya da oturacağı da bilmirək. Bir Y deyirəm. Y üstə gələk 6. Oturacaqlarının cəminin yarısı nəyə bərabərdir? Orta xəttdə. Orta xəttdə neçə edir? 10. Y plus 6 bərabərdir 20'yə. Y də bərabərdir 14'ə. Deməli, AD neçə çıxacaq? 14. Növbəti 25-ci suala baxıram. Deyir ki, müstəvidən 8 cm məsafədə olan
Nöqtədən bu müstəvi ilə 30 dərəcəli və 45 dərəcəli bucaq əmələ gətirən iki mail çəkilmişdir. Onların proyeksiyaları perpendikulyardır. Maillərin ucları arasındakı məsafəni tapın. Bax uşaqlar, bir dənə müstəvi götürürəm. Hər hansı bir müstəvidir. Yerdə cızdıq. Müstəvidən deyir 8 sm məsafədə olan nöqtədən, bax, hər hansı ona aid olmayan nöqtədən 8 sm məsafədə olan nöqtə, yəni ən yaxın məsafə olan deyir də, yəni o yerə, müstəviyə perpendikulyar olan. Nöqtədən deyir ki, müstəvi ilə 30 dərəcəli və 45 dərəcəli bucaq əmələ gətirir ki, mail çəkilmişdir. İndi 2 dənə mail çəkirik. Aha. İndi bu iki mailin deyir proyeksiyaları qarşılıqlı perpendikulyardır. Bax, bu birincinin proyeksiyasıdır. Bax, bu 90 dərəcə yerə perpendikulyardırsa, müstəviyə aid olan istənilən düz xəttə perpendikulyar olacaq da. Həmçinin də digər mailin proyeksiyası olacaq. İndi biri 30 dərəcə əmələ gətirir, biri 45. Məsələn, bura 45 dərəcə əmələ gətirsin. Burada 30 dərəcə, yəni müstəvi ilə deyir ki, 30 dərəcə bucaq əmələ gətirir. Yəni, mailin proyeksiyası ilə arasındakı bucaq ilə müstəvi ilə arasındakı bucaq sayılır. 30 və 45. Deyir ki, burada 8-dir də. Deyir, mailin nəyin tap, uşaqlar? Bax. Məndən nəyə soruşur? Maillərin ucları arasındakı məsafəni. Bax, bu ucundan bu ucuna qədər olan məsafəni bizdən soruşur. Diqqətlə baxaq. 30 qarşılıqlı özə deyir ki, bu maillər özləri də qarşılıqlı perpendikulyardır. Yəni, aşağıda yaranan bu düz bucaqlı şu bucaq var ha. Burada yaranan şu bucaq da daha doğrusu düz bucaqlı şu bucaq olur. Çünki qarşılıqlı nə deyir? Perpendikulyar. İndi bu yanlarda yaranan düz bucaqlı şu bucaqlara görə işləsək, 30 dərəcəli bucaq qarşıda duran katet hipotenuzun yarısına bərabərdir. Mail çıxır 16. Digəri də 60 dərəcə olursa təpə bucağı. Onda digər katet də o bir katetin kök altı 3 misli. Yəni, bura 8 kök altı 3 olur. 45 dərəcəli əsasən bu sağdakı üç bucağa görə işləsək, bura 45 isə burada 45. 45 bərabər yanlı yaranır. Yəni, bax, bunun proyeksiyası da olur 8. İndi aşağıda yaranan düz bucaqlı üç bucağa görə işləsək, katetləri onun, yəni proyeksiyalar katetləri olur. Maillərin ucları arasındakı məsafədə hipotenuz olur. Yəni, 8 kök altda 3-ün kvadratı üstə gələk 8-in kvadratı bərabərdir x-in kvadratına. Bu da ki, x-in kvadratı bərabərdir 256 olacaq hesablasaq. X də bərabərdir 16. Yəni, düzgün cavab olur 16. Bu qədər. Yəni, sınağı yekunlaşdırdıq. Ətraflı şəkildə həm misal izah elədik, həm də ki, dərsimizi başa salmış olduq da. Yəni, sınağı sual xətrinə yox, yəni başa düşərək ətraflı şəkildə öyrətməyə çalışdım ki, yəni bu sualla yox, bu tipli istənilən sualla qarşılaşanda yaza biləsiniz. Uğurlar arzulayıram hər birinizə. İnşallah daim olaraq davamı gələcək. Sağ olun. Kanala abunə olmağı unutmayın.